xoş gəlmişsiniz. Bugün sizlərlə birlikdə çox maraqlı bir vlog çəkəcəm. Bugün Qəbələyə gedirik. Başqa deyərsiniz kimlə gedirsən? Mən xalam qızıyla, xalamın qızının sinfi ilə və xalamla birlikdə gedirəm. Belə bu şəkildə öz sinfimdən xeyir gəlmədiyini görəndə mən nəysə. Bu şəkildə də kombinimiz. Öncə çox qəşəng altıma görmək bəyəndim bu arada kombini. Bu da xalamın qızı. Məndən balacadan bilmən lazım. Ev yox. Gələk. Axırıncı səfər bu vaxtı imtahan hazırlaşımda durmuşdum. Şəkildə. Sinifdə kaos çıxıb. Mən də onun qurtarmağını gözləyirəm. Şükür Allah, indi yola çıxdıq bu şəkildə. Bizdən başqa hamı, hər kəs oxşadır. Hamı deyir ki, bacısı. Mən niyəsə heç oxşada bilmirəm. Mən oxşadıram. Ama suyun sirkili məncə. Çıxdım mən Nəysə. ağzıma Çox maraqlı oturub baxmaq. ola deyil. Deyirəm deyəməmişdir. Nuray mənim favorimdir. Deməli, hal-hazırda gedirik, yoldayıq. Böyük bir kaos atlatdı bu sinif. İndi bir şeylər atışdıracağıq. Çox acmışam. Mən də acmışam. Səhər saçımı yemək. Vapşı biz Axşam da yemədik. Biz dünəndən yemək yeməmişik də. Yəni mən elə vapşı. Biz demək olar ki, dünən heç nə yeməmişik. Düz deyil. Saat neçədəyəm? Saat hazırda 7-yə qalıb və nə olsa hər şey sizə çəkməyə çalışacağam. Her şeyi bırakıp bir köşeye yanmaya hazırlan. Seninle ateşlenir. Mən həqiqətən bu tura gələndə birinci düşündüm ki, heç rahat olmayacağam. Çünki tanımadığım bir sinif, tanımadığım uşaqlar, amma həqiqətən heç də elə olmadı. Sanki yəni neçə ildir bu sinifdə oxuyurmuş kimi hiss elədim. O qədər səmimi ortam var idi, bəyəndim. İndi hal-hazırda marketi dayanmışdılar. Bir şeylər alıb təzən yeni oturacağıq. Nə alacağıq? Əslində çox şey dünən almışdıq. Ona görə sadəcə içmək üçün 2 dənə soyuq içki götürdük. Biz isə alıb çöp eləyik. Bu şəkildə deyilmişəm. Hal-hazırda avtobusdayım, heç kim yoxdur. Deməli biz bir dənə belə bağ kimi bir yerdir, bostanlıq da abart şeydə belə bağlıq kimi yerdir. Orada belə piknik kimi qurmuşduq. Tam yadımdan usta qaldı, ona görə təzədən qayıtdım. Dedim sizə çəkim. Orada tək mənəm avtobusda qorxuram. Getdim, bay bay. Bu məkan həqiqətən çox gözəl məkandır. Yəni tam pikniklik məkanı idi. Sakitlik, kölgəlik, çox qəşəng idi həqiqətən. Bir də sizə bir şey danışmaq istəyirəm. Bu videodan biraz əlaqəsiz ola bilər. Yorumlarda hansı ixtisas seçəcəyim haqqında çox yazırsınız. Bu haqqda mən konkret ətraflı bir video çəkmək istədiyim üçün ixtisas vaxtı gələndə bunu sizlərlə bölüşəcəm. Rəylərdə elə yazanlara heç bir cavab verə bilmədiyim üçün ona görə dedim ki, videoda fikrimi tam sizə ifadə edim ki, siz də cavabsız qalmayasınız. İnşallah istəyirəm ki, həm ixtisas seçimləri olsun, bir sıra məsləhətlər olsun, yay videolar olsun, hamısına çəkim sizlər üçün. Ümid edirəm sizə maraqlı olar. Çoxdan unutdum, sildim hər yerdən. Sakın deneme, kaçma, kovalama. Senin gibisin çok gördüm, affedemem. Bunun 6-cı uşaqları qoşulur. Deyirsən, mən də onların neyin ağıldayım. Deməli, əslində biz birinci Nahur göldə düşəcəkdik. Sadəcə Nahur göl deyəsən bəzi səbəblərlə əlaqədar bağlanmışdı. Ona görə bizə fikirləşdik ki, restorana tez getmək əvvəldən. Çünki zaten səhər yeməyini təzə yemişdik. Hazır Qəbərləndə gedək, əylənək, sonra isə gəlib restoranda axşam yeməyini yeyək. Sizə Qəbərləndə başıma gələn bir hadisəni danışmaq istəyirəm. Deməli, bilirsiniz ki, Qəbərləndə daxil olmaq üçün bilet almalısınız və bu bilet üçün də sıra gözləməlisiniz. Həqiqətən o qədər çox sıra var idi ki, birdən bir xanım bizə yaxınlaşdı dedi ki, istəsəz bu biletin yarı qiymətinə biz sizə bu bileti verək. 24 saat vaxtı var. Yəni öz aldıqlarını bizə verirdilər. Siz bizə sadəcə yarı ödəniş edin, biz bunu verək, sizə rahat bir şəkildə keçin. Biz dedik ki, nə yaxşı, Allah keçək də. Aldıq, pulunu falan verdik, getdik yoxlanışa. Bilet error verdi, qırmızı siqnal yandı və xanımı tapdıq, təzədən ödənişimizi geri aldıq. Onun da niyyəti pis deyildi, bizi irəli salmaq istədi, amma olmadı. Sonra biz də hamı kimi getdik, biletimizi aldıq və Qəbərləndə daxil olduq tam dürüst bir şəkildə.
Mən hal-hazırda Qəbələndəyik, gəlmişik sinifcə və indi gedirik. Gəl. Al. Həqiqətən yüksək attraksiyonlardan çox qorxan biriyəm. Əslində buna bir dəfə minmişdim. Sadəcə o qədər pis travma kimi qalmışdı. Ona görə ikinci dəfə risk edib gedə bilmədim. Sadə şeylərə minməyi tərcih elədim. Deməli biz qorxduq. Yelənçəyə minəcəyik belə. Nə düşünürsən birinci olar? Necədir səncə? Məncə maraqlı olacaq. Ürəyim şahid güm belə atır. Qorxuram amma havada o anın dadını çıxaracağam. Evet, indi gedirik. Sən fikirlərini demədin. Mən bilirəm, mən bir dəfə minəndə gözümü yummuşdum. Açmamışdım gözümü, amma indi açaram yəni. İndi buna minəcəyik. Sumkam qaldı, heç nə olmaz. Ay, en sayfaydı. Ay, biz qaldım belə qaldı. Yana sal. Ateş nə var? Deyib, telefon düşərdi. Ay, bir dakika, lazım belə. Ürəyin düşməsin. Ay, bir telefon. Bura özümü tutacağım, bura telefonu tutacağım. Şu. Yetüvərlik bunu gərəkdirir. Sahillə çıxdım matros qarşı. Ay, risk uçuyordu ya. Bismillahirrahmanirrahim. Ben yaşamıyorum artık. Ben korkmadım ki. Çox qəşəngdir. Ay, mən o gülləyə baxdım, inanmərəm, mən buna belə elədim. Mən normalda çox qorxuram attraksiyon. Əslində ondan da qorxdum. Amma ən çox telefonuma görə qorxdum. Düşərsən Allah. Ay, dayan, güllədən əminsən sən? Qızlar, siz mindiniz ona? Ona, hə. Nətər belə ilk təəssürat? Biraz qorxulu kimi gəlir, belə yaxşıdır da. Düşəndə çox möhkəm düşür. Biraz Ayda, çox sağ ol. Ay, gözlə məndə. Ay, mən qorxuram, mən ona minməyəcəm. Buna minmək istəyirik, amma o qədər qorxuram ki, o qədər qorxuram. Yəni... Görəm bu qızlar nə hisslər keçəcək. Mən hal-hazırda tərs evdəyim. Tərsliyin o tərfləri baxaq. Bura sanitar qovşağıdır və bu illüziya kimi deyil, bu qəribə görünür. Qaç olacaq. Özümü makyaj kimi istədim. Hal-hazırda buradayız. Bura desəm Qəbələnin bir kafedir, nəysə. Əlimi şəkil dəyişdirdim. İndi buradan çıxırıq, gedirik yemək yeməyə. Ondan sonra evə gedəcəyik, deyəsən. Ondan sonra evə gedəcəyik. Amma çox maraqlıdır, dəhşət maraqlıdır. Hal-hazırda restoranda oturmuşuq. Əslində yemək yedib durduq. Mən sadəcə bir dənə səsə salsaydım. Dedim ki, diyetikliyim, çox ağır yeməyim. Amma atdım, ona görə maşından kaks götürdüm. Bir də adaptorumu gətirdim, zarfə taxdım. Telefonum saat qaçırıb 5%-dir. Məli hal-hazırda saat 9-a işləyib. Bilmirəm. Salam, mən bunun sinif yoldaşıyam. Siz çox sər abunə olun. Mən də abunə olacağam bu gedişlə. Qəşəng, təşəkkürlər. Təşəkkürlər. Bizi də. Ürək sözləri. Ürək sözlərim çox qəşəng keçdi. Səni də tanıdığıma çox şad oldum. Yəni çox mükəmməl. Adam yer idi. Kəsdə bura. Belə. Amma çox qəşəng, yəqin çox maraqlıdır. Buradan öz sinifimə də səslənirəm. Nəsə eləmək lazımdır.
Oradan çıxıb sonra çay içməyə gedəcəyik. Sadəcə sonra saatın çox gec olduğunu gördük və ona görə də birbaşa şəhərə yollandıq. Həqiqətən mənim üçün çox maraqlı keçdi. Heç bu qədər maraqlı olacağını düşünməmişdim. Dünən axşam çox gec çatdığımız üçün və çox da yorğun olduğumuz üçün videonun sonunu çəkə bilməmişəm. Ona görə çox üzr sayın. Ümid edirəm videomu bəyəndiniz. Videom bu qədər idi. Əgər videomu bəyəndinizsə, like atmağı, rəy hissəsində fikirlərinizi bildirməyi və kanalıma abunə olmağı əsla yaddan çıxarmırsınız. Sizi çox sevirəm. Hələlik.